Hər vaxtınız xeyir olsun, hörmətli kanal izləyicilərimiz. Bugün həqiqətən də gözəl bir 5 otaqlı evimiz satışa çıxdı. İlk bizim səhifədən paylaşım olacaq, çünki çəkilişə ilk biz başlamışıq. Hal-hazırda təmizlik işləri gedə-gedə çəkilişə başlamışıq. Hörmətli izləyicilərimiz, 2 sot yarım torpaq sahəsində inşa olunub. Bu gözəl 5 otaqlı evimiz yerləşmə yeri ideal ərazili. Cüt daşdan fundament, kəmər, mərtəbə arası monolit beton, həyətyanı sahəsinə söz ola bilməz. İstədiyiniz ən geniş həyətyanı sahə budur ki, deyərdim ki, 6 maşın rahat şəkildə daxil olur. Gül kolları üçün əkilməsi üçün də bu hissədə gül kolları üçün yer saxlanılıb. Gördüyünüz kimi, hal-hazırda təmizlik işləri gedir. Bu cürlə qalmayacaq. Sadəcə biz çəkiliş edib tez bir zamanda sizə göstərir ki, axtarışda olan müştərilərimiz var. İlk öncə siz sahib olasınız deyə. Həyətin işıqlanması hər tumbadan bir atılıbdır. Gördüyünüz kimi, sokul ağlaylardan işlənilib, baxın ağlay daşlardan işlənilib, pləkan ağlay daşdır. Hündür zirzəmisi var ki, rahat şəkildə alt hissəsinə artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Evimizin üstün cəhətlərindən biri də odur ki, evimizin yan və arxasına keçmək olur. Öz məsafəsi var, yan tərəflərdə gördüyünüz kimi üzdələnib, suaq vurulub. Şəbəkə pəncərələr həyətyanı sahəsinə baxır. Bir daha evimizin üz görünüşünü göstərim. Keçək evimizin iç sahəsinin təqdimatına. Bu hissədə kombi üçün yer ayrılıb, kameralar hər birisi yaxınlığındadır. Evimizə daxil olarkən belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsindən bölünüb. Tavan hündürlüyü çoxdur, sport işıqları, figurlardan bəzədilib. Klassik üsulda təmirdir. Qranit metal gördüyünüz hissələr hamısı istipoldan təchiz olunub. Bəzilər sual verəcək ki, pləkanın üstündəki bunlar nədir? Pləkan hazır pləkandır, çiklənməsin deyə o korobkaları düzüblər ki, kardonları düzüblər ki, pləkan çiklənməsin. Yəni, hamısını nəzərə alıb deyirik ki, bəzi yorumda lazımsız cümlə danışan insanlar var. Ona görə bura evimizin qonaq otağıdır. Şəbəkə pəncərə həyətyanı sahəsinə baxır. TV stend yığılıb, tavanda figurlar, sporşluqlarına bəsədilib, döşəməsi laminat. Gözəl bir evdə geniş kvadratı var. 4 dövrəmə cüt daşdan inşa olunub. Qapılar da, hörmətli izləyicilərimiz, bahalı qapılardır. Yəni, alınma qapılar deyil, sexdə yığılıb. Ev sahibi bu işi də məşğul olduğu üçün qapıları özü hazırlayıb. Bura evimizin maşallah geniş mətbəxini gördüyünüz kimi işıqlı mətbəxi var. Arxa hissəsində öz həyətyanı sahəsidir. Bütün kameralar da mətbəxdə mövcuddur. Birinci mərtəbədə yerləşən belə bir yataq otağı. Birinci mərtəbənin sanitar qovşağını göstərim sizə. Tavanı asma tavan, gördüyünüz kimi uzunla sanitar qovşağı var. Pləkanların alt hissəsində kiçik kladovka da var. Qalxaq evimizin ikinci mərtəbəsinin təqdimatına dəyərli izləyicilərimiz. İkinci mərtəbədə gördüyünüz kimi bölgü dəhliz vasitəsindən aparılıb. Belə bir dəhlizi var. Otaqlara bölgü yenə də dəhlizdən. Burada yataq otağından birincisi. Maşallah, ölçülər çox genişdir, hörmətli izləyicilərimiz. İlk bizim səhifədə paylaşdıq yerləşməli Abşeron rayonu Masazır qəsəbəsi. 6 nömrəli məktəbin yaxınlığında yerləşir. Marşrut xəttindən cəmi arası 80-100 metr məsafə olar. Burada sanitar qovşaq. Evimiz kupçalıdır, dəyərli izləyicilərimiz. Torpağın da evində kupçası var ki, dövlət ipotekasına yararlıdır, daxili kredit deyil. Qiymət olaraq, start və qiymət 133.000 manata təklif olunur, eyvan hissəsidir. Təbii ki, qiymətdə şəxsən bizim səhifədən gələn müştərilərə məhləsi gördüyünüz kimi hamısı geniş küçəsi var və hamısı şəxsi evlərdir. Birbaşa Duzgölün havası bu evə dəyir. Hörmətli izləyicilərimiz, qəşəng indirim olunacaq. Həqiqətən də bizim səhifədən gələn müştərilərə xüsusi indirimimiz var. 051 635 1797 nömrənizə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm.